Məktəb vaxtı biz tanış olmuşduq, gəlirdi məktəbin qabağına məni gözləyirdi falan. Mən də çox tez ailə qurdum, 18 yaşında. Mən başa düşmürdüm, pis yaxşıdan ayırmırdım. Yəni anlaqsız vəziyyətdə evdəkilər də verdilər məni, razılaşdılar. Sonradan amma ağlım başıma gələndə artıq gec idi. Son dövrlərdə demək olar ki, boşanma sayı getdikcə artır. Elə ötən il ərzində 19 mindən çox boşanma qeydə alınıb. Bəziləri bunu maddi keçimsizlikdən, bəziləri günün bəlası olan pis vərdişlərdən olduğunu qeyd edirlər. Elə bugünkü qəhrəmanımızın da boşanmasının əsas səbəbi həyat yoldaşının pis vərdişlərdən istifadə etməsi olub. Hər gün evə içkili vəziyyətdə gəlirdi. Bir dəfə, iki dəfə, üç dəfə baxdım evdə şkafda qızıllarım, pullarım heç nə qalmayıb. Hamısını götürüb içkiyə verir, qumar oynayır. Ancaq belə gecə saat 3-də 4-də evə gəlirdi. Mənim bunların heç birindən xəbərim olmayıb. Aylarla mən belə evdə qalmışam, heç nədən xəbərim olmayıb. Günlərlə evə gəlmirdi. Bunu biləndən sonra artıq mən də boşanmaq məcburiyyətində qaldım. Qəhrəmanımızın boşanma səbəbi həyat yoldaşının pis vərdişlərdən istifadə etməsi olubdur. Digər insanlarsa düşünür ki, son vaxtlar sosial şəbəkələrdən istifadə də boşanmalarda artıma səbəb olur. Bütün günü hamısı telefondadılar. Gəlinlər uşaqların qoyur, çıxır, gedir. Sosial şəbəkədir də bu. Nə eləyir bunu? Əvvəlki Ağbirçək Ağsaqqallı İnstitutunun zəifləməsi və bəzən də bu ağbirçəklərin, ağsaqqalların həddindən artıq gənc ailələrin daxili işlərinə müdaxilə etməsi. Düşünməzdim sosial şəbəkə buna səbəbdir. Hardasa 20% göstərici ola bilər, amma tam olaraq yox. Çünki əksəriyyəti yəni güvənsizlik, qayğısızlıq, digər maddi cəhətlər, yəni buna səbəb kimi götürülür. Mən sosial şəbəkələrdə görmürəm. İnsanın özü ağlı var da. Mən sosial şəbəkələrə baxım. İnsanın özü ağlı olmayandan sonra, yəni ağıl var da, ağıl var. Bizim cəmiyyətdə boşanmağa gətirib çıxaran ən böyük səbəblərdən biri isə evliliyə hər iki ailənin və yaxud da ki, ailələrdən birinin müdaxilə etməsidir. Hansı ki, bu zaman cütlüklər arada qalmış olur və sənin ailəm, mənim ailəm, o bu sözü dedi, bu o sözü dedi deyərkən iki şəxsin arasında olan münasibət getdikcə pozulmağa başlayır və evlilikdə münaqişələr yaranır. Və bu münaqişələr, bu problemlər də əgər həll olunmazsa, təəssüf ki, nəticəsində boşanma qərarı alınır.